Təhlükəsizlik və güvən emosional ehtiyacı. Həm fiziki, həm də emosional baxımdan özünü təhlükəsiz hiss etmək, sabit və etibarlı mühitdə yaşamağa ehtiyacı. Bu da çox vacib emosional ehtiyaclardan biridir. Təhlükəsizlik və güvən. Baxın, müharibə oldu, düzdürmü? Biz müharibə şəraitində bir müddət olduq. Biz özümüzü necə hiss eləyirdik? Hər an nəsə ola bilər, hər an başımıza bomba düşə bilər, hər an bir şey ola bilər. Bu zaman bizim təhlükəsizlik ehtiyacımız pozulmuşdu. Və yaxud da hər hansı bir insan, ailədə deyək, orada ailə üzvlərindən daim münaqişələr olur, dava-dalaşlar olur. O insanın bu təhlükəsizlik emosional ehtiyacı pozulmuş olur. Hər an orada deyir ki, bu dəqiqə kimsə orada mənə bir pis söz deyəcək, bu dəqiqə məni acılayacaq və s. Nə baş verir? Təhlükəsizlik ehtiyacı pozulur. Güvən emosional ehtiyacı, bu da çox vacib, yəni təhlükəsizlik və güvən bir yerdədir. Hər bir insan istəyər ki, güvənli olan bir mühitdə olsun. Bu da həm insan tərəfindən, həm məkan tərəfindən, yəni bu olanda, yəni fiziki də, mənəvi də. Bu insanı rahatladır. Təsəvvürünüzə gətirin ki, siz elə bir insanla münasibətdəsiniz ki, ondan hər zaman nəsə gözləyirsiniz ki, bu sizə nəsə eləyə bilər, nə bilim, başınıza nəsə gətirə bilər. Burada nə baş verir? Sizin güvən emosional ehtiyacınız pozulur. O yaşadığınız mühitdə siz özünüzü yaxşı hiss eləmirsiniz. Daim stresli olursunuz, daim tətikdə olursunuz. Birdən nəsə baş verə bilər. Birdən yenə də ondan mən nəsə görərəm. Və bu təhlükəsizlik və güvən bir-biri ilə əlaqəli olan bir emosional ehtiyacdır. Bu emosional ehtiyacı pozulan insanlar həqiqətən çox stresli olurlar. Özlərini daim kontrol məcburiyyətində saxlayırlar.